Gəncə Olimpiya İdman kompleksində uşu idman növü üzrə uşaq yeniyetmə və gənclər arasında 3 qat dünya, 15 qat Azərbaycan çempionu Aliyev Elnur İlqaroğlu'nun xatirəsinə həsr olunmuş açıq statuslu qərb kuboku təşkil olunub. Yarışın açılışında Azərbaycanın dövlət himni səsləndirilib. Ardından vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tədbirdə ilk olaraq çıxış edən Azərbaycan Uşu Federasiyasının Qərb bölgəsi üzrə rəhbəri, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idmançısı İlqar Aliyev yarış iştirakçılarını salamlayıb. Əməkdar məşqçi öz çıxışında Azərbaycan idmançılarının beynəlxalq yarışlardakı nailiyyətlərinə toxunub. Respublikamızda uşu idman növü ilə məşğul olanların sayının artdığını bildirib. Azərbaycan Uşu Federasiyasının İdarə Heyətinin üzvü Rəşad İsayev bu idman növünün İslam həmrəyliyi oyunlarının proqramına daxil edildiyini vurğulayıb. Gənclərdən ibarət ölkə yığma komandasının baş məşqçi, 7 qat Avropa çempionu Elçin Eminov son illər Azərbaycan idmançılarının beynəlxalq uğurlarından söz açıb. Yarışın baş katibi, beynəlxalq dərəcəli hakim Fəxri Namazlı isə yarışın əhəmiyyətindən danışaraq iştirakçı idmançılara uğurlar arzulayıb. Digər çıxış edənlər Qərb bölgəsində uşu idman növünün inkişafından söz açaraq bölgə idmançılarının nəticələrindən bəhs ediblər. Azərbaycan Uşu Federasiyasının və Gəncə Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində Gəncə Olimpiya İdman kompleksində növbəti yarışımız keçirildi. Bu yarış 3 qat dünya, 15 qat Azərbaycan çempionu Aliyev Elnur İlqaroğlu'nun xatirəsinə həsr olunubdur. Yarışımızda təxminən 30 komanda, 150-yə yaxın idmançı 50 çəki dərəcəsi uğrunda mübarizə aparırdı. Gəncə idman sahəsində bir daha parlaq nümunə göstərir və bunun nəticəsidir ki, ayının 5-i 11-i Fransada keçiriləcək Avropa çempionatında Gəncədən də bir nəfər idmançımız iştirak edir və bütün hər kəsi də bizim yarışlarımıza dəstək olmağa və izləməyə çağırırıq. Bütün idmançılarımıza uğurlar arzulayırıq. Sonra Qərb kubokunda mübarizəyə start verilib. Yarışda 30 komandanın 150-yə yaxın iştirakçısı mükafatlar uğrunda mübarizə aparıb. Paytaxtdan 10, Gəncə şəhərindən 5, Göyçay və Bərdən hər birindən 2, Ağcabədi, habelə digər şəhər və rayonlardan komandaların qatıldığı yarışda uşaq yeniyetmə və gənclərdə ən güclülər müəyyənləşib. Ümumi komanda hesabında Gəncə şəhəri 1-ci yer tutub. Paytaxt komandası 2-ci, Göyçay 3-cü olub. Müxtəlif çəki dərəcələrində fərqlənən idmançılar diplom və medallarla təltif olunublar.